bugünkü modern ədəbiyyatda məthiyə yoxdur. Da Şuşanın alınmasını belə məth eləyən adamın başqa məqsədi var. Mən Laçınlıyam. Laçın haqqında elə məthiyələr yazırlar ki, mən utanıram onu eləməyə. Ağıllı adamlar, indi bəlkə ağıllı deməyək, bizim cəmiyyət üçün axmaq adamlar belə demək olar. Vətənpərvərlik sözündən utanırlar yəni. O ağır sözdür. Tanrı ilə aldatmaq, aldatmaların ən güclüsüdür. Dedim ki, niyə elə deyirsən? Dedi, sizi deməli, məğlubiyyətlə aldatdılar, bizi də qələbə ilə aldatdılar. Bəxtiyar Vahabzadə kimi adama, yəni Leninlə söhbət paymasını yazdıran bir sistemdir bu. Şərəfsiz cəmiyyətdə özümü əsir kimi hiss eləyirəm və dəhşət burasıdır ki, küsüb getməyə bir kənd də yoxdur ki, küsüb gedəsən. Yəni Tenardiyenin əllərini təkcə fiziki mənada əskərin cibinə girən əllər kimi təsəvvür eləmə. Yəni müharibəyə, o tikintiyə ayrılan pulları yerə məmurlardır da Tenardiye. O bir simvoldur orada. 40 yaşdan sonra əsl yazıçılıq başlayır, əsl şairlik isə bitir. Ümumilikdə yazıçılığa, ədəbiyyata haqlı olsan belə bu cür kanselyarski münasibət, dəftərxana məmur münasibəti yol verilməzdi. İndi muğamda alim yenilik eləyir, deyirlər Üzeyir bəyin notunda bunlar yoxdur. Bəlkə mən Üzeyir bəydən böyük olacam, bir imkan verdi. Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Bugün tanınmış yazıcı Şərif Ağayar qonağımdır. İctimai-siyasi proseslərə yazarların təsiri və cəmiyyətin inkişafında və formalaşmasında qələm sahiblərinin, qələm adamlarının rolu nədən ibarətdir? Biz bugün bu mövzunu müzakirə edəcəyik. Sizdən də şərh bölməsində mövzu ilə bağlı fikirlərinizi yazmağı və kanalımızı bəyənib paylaşmağı da rica edirəm. Şərif bəy, xoş gördük səni. Xoş gördük. Bu müstəqillik dönəmindən bəri götürürəm. Ümumiyyətlə, Azərbaycanda yazarların ictimai-siyasi proseslərə hansısa bir təkan verdiyi, onun hansısa bir rol olduğunu necə izah edə bilərik? Xalq hərəkatı dövründə çox güclü olub. Yəni, hətta indi biraz belə dodaq qaşdı yaradır o yazarların oradakı o meydan aktivlikləri. Təsəvvür eləyin, çox sakit, tribunadan uzaq, məsələn, Vaqif Səmədoğlu kimi şairlər belə orada alovlu çıxışlar eləyirdilər. Məsələn, İsmail Şıxlı kimi çox belə ağır taxtalı kişi, məsələn, bir dəfə Əkrəm müəllim deyirdi ki, sahil bağında onu gördüm, tələsi yarası gedir, dedim, hara gedirsən, dedim, mitingdə çıxışım var. Hətta bildiyiniz kimi, o vaxt namizət kimi bildiyim qədər Yusif Səmədoğlu'nun da adı hallanıb. Bəli, o dərəcədə aktiv olublar hamısı, yəni. Mən bu qədər də aktivliyin tərəfdarı deyiləm, düzü. Bu, biraz da Sovetdən gəlmə ənənə ola bilər. Yəni, yazıçıları daha çox ön plana çəkirdilər. Bilirsiniz, azad olmayan cəmiyyətlərdə belə anormal hallar ortaya çıxır. Yəni, görürsən, şair tribunadan, müsəllah əskərə çevrilir filan. O ənənələr var, bəli, haqlısınız. Azad cəmiyyətlərdə adətən belə olmur. O cür şair və yazıçıları gülürlər azad cəmiyyətdə, doğrudan gülürlər. Tribunadan pafosla danışmaq, nə bilim, vuraq, qıraq, tutaq. İndi də bəzən olur. Həmin ritorika ilə müharibədən, Qarabağdan danışırlar. Yəni, gülürəm çox vaxt. Amma bəzən bəlkə də azad cəmiyyəti formalaşdırmaq üçün elə ön cəbhədə birinci yazarların özü olmalıdır. Mən indi həmişə deyirəm, hamının mənim kimi düşünməyini istəmirəm. Mən bəlkə mətbəxi bilirəm, adamı tanıyıram, durub orada Vətən, Millət, Sakarya oxuyanda məni gülmək tutur. Amma bəlkə elə adamlar var ki, onlara lazımdır bu doğrudan. Məsələn, Qarabağ müharibəsi göstərdi ki, bəlkə də bu ritorika, bu pafos lazımdır, yəni. Sizin yadınızdadır bu, biz o pafosla danışan yazarların dediyinə gəlib çıxdıq. Müharibə dövrü biz onu yaşayırdıq. Hətta mən bir statusda yazdım ki, biz Nurəddin Mehdixanlının pafosundayıq bu dəqiqə. Mənim özüm də artıq ora köhlənmişdim, çünki doğrudan da ora gəlib çıxmışdıq. O dövr üçün lazımdır. İndi biz bunu, məsələn, Avropada, tutaq ki, Almanlarda, İngilislərdə görməyə bilərik. Daha soyuqqanlı bir ədəbiyyat onlar keçirlər, görünür. Onlar bəlkə biz tam keçməmişik. Məsələn, ona görə bizə pafos hələ də lazımdır bəlkə. Mənə lazım deyil, məsələn, sənətə də lazım deyil. Ola bilər cəmiyyətə lazımdır. Deyirəm də, müharibə dövrü yaşayırıqsa, mütləq lazımdır o. Məncə də lazımdır, cəmiyyətə lazımdır. Amma ədəbiyyata lazım deyil, ziyanlı bir şeydir. Sənətə çevrilmir o cür məsələlər. Biz hətta bu gün də o pafosdan, bir-birimizdən o pafosu istəyir ya, yadında deyirlər.
Hətta bir mətn mən oxudum, ona bir hələ də gülürəm yəni ki, bizim əsərlərdə niyə dron səsi eşidilmir? Bilirsiniz, bu doğrudan lətifədir, doğrudan anekdotdur bu. Normal bir adama heç uzaq yox. Məsələn, İstanbulda yaşayan modern düşüncəli bir yazara bunu desən, gülməkdən olunar. Yəni desən ki, ciddi Azərbaycan mətbuatında yazarlardan bu tələb olunur və gülməli nədir? Yazışlar Birliyi də hesabat verib ki, siz nə danışırsınız? Biz bu qədər əsərlər yazılıb, bu qədər şeirlər, bu qədər filan. Elə bir kolxoz iclasıdır o. Sovet dövrü 5 illik planlar olurdu da, adamlara tapşırırdılar. Məsələn, Səməd Vurğuna dedilər, sən də muğam poeması yaz, bu quruculuqla bağlı. Bu nəyin nəticəsidir? Ədəbiyyata konkret vəsait ayrılır və dövlət istəyir ki, bəli, sən ora qulluq eləməlisən də. Lazım olsa pafosla, lazım olsa ritorika ilə, məthiyə ilə, tərənnümlə bunu eləməlisən. Ağzın nədir eləməyəsən yəni. Bu pulu sənə elə belə vermirəm. Və ümumiyyətlə o başlanğıcda artıq ədəbiyyat tərk eləyir. Söhbətdən ədəbiyyat artıq tərk eləyir, çıxıb gedir, kənarda dayanır o. Ədəbiyyat tamamilə hər cür qrup maraqlarından kənarda insana yenmək məqamıdır. Tənhalıq məqamıdır. Və o milli şuura da pafosla yox, daha ciddi, məsələn, Füzuli kimi təsir eləməlidir. Bugün o pafosuna danışanlar mənə təsir eləməyib, mənə Füzuli təsir eləyib. Mirzə Cəlilin hekayələri mənə təsir eləyir. Mən şəxsən yazanda kürəyimi onlara sökürəm, o pafosa yox. Məsələn, Süleyman Rəhimovun, Mirzə İbrahimovun gələcək gününə, böyük dayağına dil baxımından olar. Dil baxımından, amma mənəvi bir istinad baxımından onlara söykənə bilmirəm. Onda yazıcı cəmiyyətə sadəcə olaraq müşahidəçi mi olmalıdır belə? Yazıcı göstərir. Ədəbiyyatın milli tərəfi onun dil faktıdır. Eyni zamanda xarakterlərindəki o rənglərdir. Məsələn, İsa Hüseynovu mən xüsusi qeyd eləyərdim onun povestlərində, xüsusən müharibə dövrü və sonraki dövr yeniyetmələrin əzabları, ağrıları, onların gözündə həyatı müşahidə eləmək. Yəni, o bizə qazandırır. Milli kimliyimizi bizə o verir. Pafosu yox. Həm də cəmiyyəti tərbiyələndirir. Bax, o obrazlar var idi. İnsanları o obrazlara oxşatmağa çalışan o əsərlər var idi. Bəli, bəli. Bilirsən ki, pis nədir, yaxşı nədir də, sənə onları göstərir o əsərlər. Sənə cəmiyyəti göstərir, sənə özünü tanıdır, ailəvi sənə tanıdır, atanı sənə tanıdır. Öz evinin içində, yəni qardaşlığı sənə tanıdır məsələn. Amma müstəqillik dönəmindən sonra biz bunu elə bil ki, itirdik. Sanki o, bax, bu ənənə olmadı kimi gəldi mənə. Yəni, bugün ədəbiyyatdan danışanda həmin təsirlər varmı? Çox təəssüf ki, indi müstəqillik dövrü deyirik də, amma tam müstəqillik deyil bu. Yəni, müstəqillik dövrüdür. Bu ifadəni çox yaxşı işlətdiniz. Tam müstəqillik olardı ki, Sovet dövründən qalan o uzantılar olmazdı. Yəni, biz həqiqətən sənətdə müstəqil düşünə biləydik. Bunun üçün birinci şərt idi kitabın öz ayaqları üzərində dayanmaq. Yəni, dövlət dəstək verib kənara çəkilməyi dövlətin. Dövlətin dəstəyini nəyə bənzətmək olar? Hakimin futboldakı işinə. Hakim necə eləyir? Yəni, ədalətli oyun üçün şərait yaradır. Qaydanı pozanı cəzalandırır. Yəni, bu qayda da ədalətlidir. Hansısa məmurun şəxsi marağına xidmət eləmir. Yəni, qanunlara, futbolun qanunlarına riayət edir və kameraların qarşısında da o hakim. Yanlış eləyəndə onu yanlışını tuturlar və ona deyirlər və növbəti onun reputasiyasına təsir edir. Bizdə ancaq dövlət qol vurmaq istəyir. Yəni, hakim gəlir, qol vurur. Məmur gəlir sənin işinə qarışır, senarinə ki, bunu belə yazma. Yadımdadır, mənim bir hekayəmi səhnələşdirmək istəyirdilər. O vaxt hələ cəmaət çadırda yaşayırdı. Dedilər, bu çox bədbin qutarır. Sən buna nikbin sonluq ver, bunu səhnəyə qoyaq. Mən dedim, hansı əsasla mən buna nikbin sonluq verə bilərəm? Yəni, indi olsa başa düşmək olar. Torpaqlar azad olunub, yəni biraz dəyişib vəziyyətdə. Yəni, indi təsəvvür eləyin, Sovet dövrü necə olub. Mən bir xatirə oxumuşdum. Səməd Vurğun hansısa şeirini yazanda gərək ki, rəhbərə salam olub, yoxsa hansısa bir şeiri. Mirzəcəfər Bağırov şəxsən onu çağırıb ki, Leninin adı burada niyə yoxdur? Yox, Zamanın Bayraqdarı poemasını yazanda çağırıb onu otağına, başdan ayağa poemanı oxutdurub. Və deyib ki, sən Zamanın Bayraqdarından yazırsan, Leninin adı yoxdur, sən Bayraqdar deyəndə kimi nəzərdə tutursan? Və Səməd Vurğun deyib, get düzəlt bunları.
O gəlib oturub evdə səhərə qədər başlayıb Lenini oradan-buradan mətnlərə soxmağa, soxuşturmağa. Yəni belə ədəbiyyat olmur ki. Əslində zamanın bayraqlarını yazmaq öz ədəbiyyat deyil və yenə deyirəm, dil və sənətkarlıq faktını qoyuram qırağa. Ədəbi mövqe deyil o. İndi o əsərlərin çoxu yazılıbdır. Baxmayaraq ki, Leninə də yazıblar, Stalinə də yazıblar, amma çox böyük həm də bizim ədəbi mütəfəkkirlərimiz də onlar. Amma biz onların görürsən böyük bir qismini irsindən imtina edirik, amma qalan şeylərimiz də var. Atatürkə də yazmaq olmaz. Söhbət Məhəmməd Peyğəmbərə də yazmaq olmaz. Söhbət Lenin səhv mövqedə deyil, ədəbiyyatın işi tərənnüm deyil. Məsələ budur, yanaşma yanlışdır. Amma klassik ədəbiyyatımızda bu var axı. Yox. Münacatlar var, Peyğəmbərin mətni var. O janrın tələbləri idi, yox. O başqadır. Cəmaət indi bəzi yaltaqlar olur, bununla təskini tapırlar ki, nizami hökmdarları tərifləyib. O klassik qaydadır. Divan ədəbiyyatı başlayanda poemalar xüsusilə başlayırdı Allaha müraciət. Sən Allahı tanımayan adamlar deyə bu mətiyyələrlə məşğul olanların çoxu. Allaha təriflə başlayır, peyğəmbərə və bir ərkandır bu. Bir yoldur. Klassik janrdır. Janrın xüsusiyyətidir. Sonra keçir hökmdar da deməli Tanrının kölgəsidir və Nizami onu tərifləyib əslində. Onu yaxşı işlərə təşviq eləyirdi. Siz onları diqqətlə oxuyun. Orada niyyət hökmdardan nəsə almaq deyil. Zaten onu verirdi hökmdar ona. Vermişdi ki, bunu qələmə aldı. Orada məqsəd xüsusən Xosrov və Şirində ümumiyyətlə mövzu da budur. O təşviq eləyirdi onları yaxşı işlərə. Yaxşı tərəflərin işıqlandırıb onu təşviq eləyirdi və bu hökmdar, şah, rəiyyət, şair münasibəti idi. İndi şah yoxdur. Dünyada bilirsiniz, şah yoxdur. Şah olan cəmiyyətlər bərbad gündədir. Orada ədəbiyyat yetişmir. Yetişər mühacirət ədəbiyyatı. Yəni indi dünyada prezidentlər var. Onlar seçilirlər. Onlar şah deyirlər. İndi dünyada baş nazirlər var. Onlar seçilirlər. Onların padşah kimi fərman vermək, nə bilim, adam öldürmək, adam dara çəkmək ixtiyarları yoxdur. Yəni cəmiyyət tamam fərqlidir yəni. Yəni sən prezidenti niyə mət eləməlisən? Sən məsələn hansısa bir siyasi lideri niyə tərənnüm eləməlisən? Bu bəlkə şərqin ənənəsi var. Bax biz bu gün qərb ədəbiyyatında oxumuşuq, bilirik deyə. Məsələn bəzən bizim tələblərimiz, bizim düşüncələrimiz o qərb ədəbiyyatına doğru meyllənməkdir. Amma bir də baxanda görürsən ki, şərqdəsən və bu pafosdan heç vaxt qurtara bilmirsən. Ona görə də bir şey çıxmır da. Şərqdən o vaxt çıxır ki, klassik dövr istisna. Onlar gedib müasir dəyərlər, müasir prinsiplərlə yazmağa və çəkməyə başlayırlar. Yəni bu qərbin deyil, bilirsiniz, təkcə qərb məsələsi deyil. Bu qərbdə baş verib, ancaq həm də burada şərqin rolu var. Məsələn, BMT-nin insan hüquqları bəyannaməsi bütün səmavi kitablardan yuxarıdadır. Çünki onun içində səmavi kitablar da var. Sivil qaydada insan, dövlət, cəmiyyət münasibəti var. İnsan azadlığı məsələsi var. Yəni sən Quranda hər şey var, Tövratda hər şey var, bir də İncildə hər şey var. Necə var? İnsan hüquqları anlayışı, demokratiya var orada. Yəni bundan qaçmaq lazımdır. Bunlar mənəvi kateqoriya kimi qalır. Qərb niyə ağıllı işlər görə bildi? Biraz rasional yanaşdı məsələlərə. Dini ayırdı, bir mənəvi kateqoriya kimi qoydu kənara. Yoxsa xaç yürüşləri olsaydı Avropa nə gündə olardı? Bütün gün müharibələr olardı. Onu qoydu kənara, başladı sivil qaydalarla cəmiyyət üçün yeni qanunlar belə deyək icad eləməyə. O da gəldi çıxdı demokratiyaya. Demokratiya həm də sənətdə var bugün. Təkcə cəmiyyətdə deyil. Yəni bugün müəllif özünü öz mətnində belə diktator kimi apara bilmir. Çünki o dövr keçib. Nizamı apara bilirdi. İstədiyi kimi hərəkət eləyirdi. Bu mənfidir, bu müsbətdir. Girib məsələn tərifləyirdi bir obrazını. Hətta Victor Hugo da eləyirdi. Fantinanı tərifləyirdi. Qadın, sən nə bilim necəsən, sənin hünərin qarşısında. Bu gün elə yazsan sənə gülərlər. Bugün yazıcı obyektiv olmalıdır. Deməli, liberal dəyərləri üstün tutmalıdır. Hamı ilə bərabər məsafədə durmalıdır. Müəllif diktəsini mətnindən yığışdırmalıdır. Bu yaxşılıq, bu pislik deməməlidir. Bu da öz-özünə avtomatik olaraq tərənnümü istisna eləyir. Mətiyyəni ümumiyyətlə istisna eləyir. Bugünkü modern ədəbiyyatda mətiyyə yoxdur. Mətiyyə edən adamların sənət məqsədi yoxdur. Hətta Şuşanın alınmasını belə mət eləyən adamın başqa məqsədi var. Şuşa sevgisi deyil. O Şuşanı sevirsə, Şuşalının problemindən yazmalıdır o. O 30 ildə zəlil gündə yaşayan, haqqı tapdanan, ruzisi talanan, evsiz, yeşiksiz, zəlil günə düşmüş Şuşalıya laqeyd qala bilməz o Şuşa sevgisi varsa onda. Mən Laçınlıyam. Laçın haqqında elə mətiyyələr yazırlar ki, mən utanıram onu eləməyə.
Bilirsən, belə gözəlsən, vətənin bayraq belə gəldi, biz belə qəhrəmanıq, belə ayıbdır belə şeylər. Yəni mən sənin Laçın sevgi görməmişəm axı. Görsəm bunu hiss eləyərdim bu 30 ildə. Bu böyük məsələdir. Yəni ona görə vətən ağıllı adamlar, indi bəlkə ağıllı deməyək, bizim cəmiyyət üçün axmaq adamlar belə demək olar. Vətənpərvərlik sözündən utanırlar yəni. O ağır sözdür. Yəni bir dəfə mənim bir xanım Bəlkə dostum onun şitini çıxartdıq, şitini çıxartmağı, elə adamlar artıq danışır ki, şitini çıxartmaq yüngül sözdür. Konkret bununla alver eləyən adamlar var. Əsasən yəni, əsasən 99%. Şəhid mövzuları, Qarabağ mövzuları, vətən mövzuları, bunların mühtəkirləri var. Yəni bu və cəmiyyət də onları təqdir eləyir. Əslində cəmiyyət allanır da, cəmiyyət üçün yəni nədir? Sən şəhid həssas mövzudur da. Onun altında istənilən həqiqəti gizləyə bilərsən. Məsələn, sən statistik insana izah eləyə bilmirsən ki, bizim azad seçki hüququmuzda Azərbaycan torpağının suverenliyi qədər müqəddəsdir. Konstitusiyada altından xüsusi xətt çəkilən maddələr yoxdur. Orada nə varsa hamısı müqəddəsdir. Və cümlə necədir? Azərbaycan dövlətinin ali məqsədi Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təmin olunmasıdır. Vətən onun sadəcə bir komponentidir. Bizim öz doğulduğumuz torpaqda ölmək haqqımız hüquq və azadlıqlarımızın içində sadəcə bir komponentdir. Yəni bunun üçün ölmək şəhidlik sayılır, təbliğ olunur, poemalar yazılır, ancaq məsələn hüquq və azadlıqlar uğrunda irəli duran adam fədakar hesab olunmur. Halbuki o daha böyük iş görmüş sayılır. Bəlkə ədəbiyyatın əslində rolundan biri də bu olmalıdır. Məsələn, cəmiyyətə anlatmaq. Bu olmalıdır, yox, budur. Məsələn, Viktor Hugo'dan dediniz, onun Səfirlər romanında bir yer var. Can Valjean gəlir kilsəyə sığınanda, bəli, o rahibələri görür və orada əslində xristianlığın mahiyyətini açır. Deyir ki, Tanrı bu qadına doğub ürətmək vəsiləti veribdir. Bu qadın ürəməlidir. Amma bu kilsə bunu həbs eləyir və bakirəliyi ona təbliğ edib, onu burada həbsxanada saxlayır. Bu, qaranlıq Avropa cəmiyyətini əslində işıqlandıran ikinci belə bir fikir tapıb bilmirəm mən, görmürəm. Birisini bax orada bizim yazarlar dedik, bax, önündə idi ictimai proseslərin. Sonra çəkildilər, sanki yox oldular. Və ortaya daha bəsit bir şeylər çıxdı belə ədəbiyyat adına. Burada incə bir məqam var. Bax, onu orada saxlayan o rahibələri, ümumiyyətlə o kilsə totalitarizmidir, din, bu ən güclüsüdür. Yəni, çünki Tanrı ilə, belə deyək, aldadırlar. Tanrı ilə aldatmaq, aldatmaların ən güclüsüdür. Yəni, vaxtı ilə yadınızdadır, cənnət qəbziləri satırdılar. Martin Luther necə edam olundu? Cənnət qəbzilərinə etiraz elədiyinə görə cəzalandırıldı da, səhv eləmirəmsə. Bu təsəvvür ilə adamlar cənnət qəbzi satır, insanlar pul verib onu alırlar. Bu dinin totalitarizmidir. Eyni zamanda siyasi totalitarizm var. Eyni zamanda milli mental dəyərlərin totalitarizmi var. Bunlar həmişə alladırlar. Yəni sənin vətənlə də səni allada bilirlər. Mənim bir statusum var idi, əslində o olmamışdı. Belə bir şey yazdım ki, demək, cavan bir yazarla rastlaşdım, dedim, yaxşı yazırsan, bizdən yaxşı yazmalısan. Belə dedim, o da dedi ki, müəllim, elə biz də sizin tayınız olacağıq. Dedim ki, niyə elə deyirsən? Dedi, sizi deməli məğlubiyyətlə allatdılar, bizi də qələbə ilə alladırlar. Birisi necədir? Bu, yəni qələbənin də, torpağa alınmağında bunun mahiyyətini mən çox gözəl dərk edirəm. Çox gözəl bilirəm nə deməkdir. Ancaq hüquq və azadlıqlar bütöv və tam olmalıdır. Onda bu vətən əsl bizim vətənimizə çevrilir. Əgər o Qızılteşt məsələsi də, məsələn, Mikayıl Muşfiqgilin kəndi, Say adlı bilirsiniz də, orada insanlar ac qaldığı üçün oraları tərk ediblər, gəlib stansiyalarda yaşayıblar ki, ölməsinlər. Yəni, vətənin üzərində həm də bir mənəvi aclıq da var, bir tək söhbət maddiyyatdan getmir, indi şükür, aclıq yoxdur, heç kim acından ölmür. İqtisadi vəziyyət o qədər ağır deyil o dövrlərdir ki, ancaq mənəvi qidası da var insanların, insan həm də mənəvi varlıqda axı. O ki, qaldı bizim o pafoslu yazıçılar, onlar birisi biraz da bax mən sizə deyim, siyasi konjunkturanın əlini qarşısına qoyduğu bir tanınmış şair yazıcı deyə bilərsən. Onlar biraz da deməli Sovet hökumətinin pafosuydu. Mən indi
uzun illər sonra, 40 yaşından sonra o indi nəhəng bildiyimiz şairlərin yaradıcılığını oxudum da, əmin eləyirəm sizi, 80% sudan ibarətdir. Ciddi heç nə yoxdur orada. Peki onların da Yəni onların içində ən gözəli Əli Kərimdir. Məsələn, 50-yə yaxın onun yaxşı şeirini çox çətinliklə seçə bilərsən. O ən təmizi odur da, yəni heç vaxt konjunkturaya uymadı. Dövr də biraz fərqli idi də, 60-cılar istiləşmə dövrü idi falan idi. Və öz təbiətində də o yox idi yəni. Ancaq onu heç kim tanımır. Və Əli Kərimdən qat-qat balaca ümumiyyətlə onun topuğundan ola bilməyən şair yazıçılar var ki, Azərbaycanda uşaqlar da onu tanıyır, əzbər bilirlər. Yəni bu biraz da Sovetin təbliğatıdır, Sovet KGB-sinin təbliğatıdır. Yəni demirəm, bunlar hamısı Sovet KGB-sinə işləyib. Yox, bunlar lazım idi Sovetə. Lazım olanda Lenin poeması yazdırırdılar. Lazım olanda məsələn Bəxtiyar Vahabzadə kimi onunla idarə edirdilər. Bəli, Bəxtiyar Vahabzadə kimi adama, yəni Leninlə söhbət poemasını yazdıran bir sistemdir bu. Halbuki o məsələn Səməd Vurğun, Mirzə İbrahimov necəsə allana bilərdilər. Bəxtiyar Vahabzadənin dövrünə görə allanması qeyri-mümkün idi. Amma onu yazırdı. Yəni belə məsələlər var. Hətta sonrakı bayaq deyilən məğlubiyyət və qələbə ilə də insan aldadılır, edilir. Mən bizim gözəl şairimiz Əlisəməd Kürlə burada bir proqram eləmişdim. Keçən il orada bir şeir oxudu. O şeirdə sizin adınız da keçirdi. Bilmirəm rastlaşıb buna. Bilirəm. Bəlkə də Şərif Ağayar mələyə qaldı, haramı düzündə gedə bilmədi Laçına. Bilmək istəyirəm, indi özünə dönmək istəyirəm. Bu məğlubiyyəti də hiss eləmişdin, sən indi Laçın işğal olunmuşdu. Sonra bu qələbəni də, bunların ikisini də içində bugün də daşıya bilirsəm, hansını daha çox daşıyırsan? Hansından qurtara bildin? Mən həmişə ölüm qorxusundan əziyyət çəkmişəm, nevroz olmuşam ki, mənə nəsə olacaq. Uzun müddət gəncliyimdə xüsusilə çox çətin olurdu mənə. Müalicə alırdım falan. Həkim də deyirdi, heç nə yoxdur. Yəni sadəcə belə də nevroloji narahatlıq. Mən 2021-in martında elə bu vaxtları idi. Bu vaxtı biraz öncə idi də. Novruz bayramının tətilində öz kəndimizə getdim. Yəni bir Laçından keçmiş hərbiçi bir oxucum mənə zəng vurdu ki, səni göndərirəm, get Laçını gəz. Mən dedim, hətta hazır deyildim psixoloji. Mən getdim kəndimizə, halbuki orada həyəcanlamalıydım da normalda. Mən hiss elədim ki, o ölüm qorxusu yoxdur içimdə. Bunu pafosdan kənar tam səmimi deyirəm. Tam səmimi ha. Yəni mənlə gedənlər də şahiddir. Mən hiss elədim ki, o qorxu yoxdur içimdə. Yəni burada ölməyə hazıram. Belə bir hiss var idi içimdə. Və qəribə bir duyğu yaşadım onda. O an yaşadım. İndi tam əmin deyiləm ona. O an içimdən keçdi ki, bəlkə də mən buradan uzaqlarda ölməkdən qorxmuşam. Şuur altında. Bilirsən, bu normal şeylərdir. Yəni insanın çevrəsi mütləq qapanmalıdır. Sən doğulduğun yerə qayıdıb yaşamasan, hətta orada ölməsən belə, ora qayıtmaq, orada ölmək imkanı olmalıdır. Əgər onu səndən alırlarsa, nəsə çatmır. Ola bilər heç getməyəsən. Lütfüzadə kimi gedəsən, öləndə deyəsən mənə aparır. Heç vaxt öləndə də deyəsən getmirəm. Amma getmək hüququ hər zaman olmalıdır. Bəli, o Babam və Oğlum filmi var. Biraz sentimental olsa da orada yaxşı məqamlar var. Çağan Irmağın deyir ki, dönməyə həmişə deyir bir yer saxla ona. Oğlun atasına tapşırır da, xəstədir. İlk tapşırığı nədir? Ümumiyyətlə o niyə gəlib kəndə? Atasından küsmüşdü axı, o sözü deməyə gəlib. Gəlib ki, buna dönməyə həmişə bir oda saxla. Hara gedir getsin, çətinliklə üzləşəndə qayıtmağa bir yer olsun. Mənim həmin vaxtlar hələ Laçın alınmamış bir statusum da var idi ki, bu şərəfsiz cəmiyyətdə özümü əsir kimi hiss eləyirəm. Və dəhşət burasıdır ki, küsüb getməyə bir kənd də yoxdur ki, küsüb gedəsən. Bax, bu dəhşətlidir. Yəni, küsüb getməyə bir yerin olmalıdır. Düzdür, indi elə eləyiblər ki, Laçına küsüb getmək də olmaz. Yəni, sağ olsunlar. Hətta sən kənd deyirsən, indi artıq küsüb getməyə insan da qalmayıb. Yəni, elə bir adam da qalmayıb. Məsələ budur ki, bax, odur. Yəni, cəmiyyət ürəyi istəyən kimi olmayanda insanlar dəyişir. İnsanlar pis deyirlər. İnsanlarda pislik funksionallaşır. İnsan çox rəngarəng varlıqdır. İllahdan modern ədəbiyyat bu sirri tapdı. Yəni ona görə polifonik nəsr yarandı, postmodern xarakterlər yarandı, yazıcı liberalizmi məhz budur. Yəni sən ən belə deyək, pis bir qəhrəmanın da içində Hugo'dan fərqli olaraq işığı görə bilərsən və yaxud əksinə ən müsbət insanın içində də mənfilikləri görə bilirsən. Ona görə modern, postmodern və metamodern dövrün qəhrəmanları bir mənalı deyil yəni, haqlı olaraq.
Hətta bunu təmin eləmək üçün anti-qəhrəman anlayışı yarandı. Düzdür, bu da Hugo'dan başlayırdı, Quasimodo'dan. Çünki biz həmişə görmüşdük ki, qəhrəman necə olmalıdır? Boy, yaraş, gözəl. Doğru. İlk dəfə idi ki, bir eybəcər adamı biz sevirdik. Hugo ora işıq qoyurdu. Əslində bunlar yığıla-yığıla gəlir üst-üstə və nəhayət gəldi modernist ədəbiyyat yarananda bu rəngarənglik göründü. Yəni insan sözü bilmirəm hardan gətirdik bu rəngarəngliyə. İnsan polifonik nəsr yarandı, ondan əvvəl nəsə deyirdik. Biz məğlubiyyət və qələbənin içində özünü necə hiss edirsən ondan danışırdıq. Mən sənin bu neçə illər torpaqlarımız işğalda idi. Mən sənin Laçınlı olaraq mən sənin məğlubiyyətini görməmişdim. Bunu çox səmimiyyət deyirəm sənə. Mən sənin məğlub olduğunu görmürdüm sənin özünə baxanda. Amma qələbədən sonrakı qələbəni də hiss eləmirəm səndə. Yox, çox sevindim mən. Yəni Şuşa alınanda mən göz yaşlarımı saxlaya bilmədim. Halbuki bilirdim ki, prezident əgər Şəhidlər Xiyabanına gedibsə, oradan elə belə söz deməzdi. Orada açılış gözləyirdi. Mən onda mətbuatdaydım. Bilirdim ki, Şuşa deyiləcək və mən həqiqətən göz yaşlarımı saxlaya bilmədim. Və kamera qabağında ağlamadım ki, bu pafos çıxsın və bu haqda ümumiyyətlə yazmadım da. Məqami gələndə deyirəm ki, belə olub. Yəni bunu danmaq da lazım deyil də, bu belə olub. Çox sevindim, hətta inanmırdım mən, həyatım boyu inanmırdım. Yəni Laçının, Şuşanın alınmasına heç inanmırdım. Ağdam, Füzuli ümid var idi ki, erməni hər hansı bir şərtlə oraları qaytaracaq. Həm də oraları dağıdırdı deyə hiss edirdik ki, onlar bilirlər ki, orada qalmayacaqlar. Amma Laçını, Şuşanı tikirdilər. Orada evlər var idi, yaşayış var idi. Xankəndində bayraq qaldırmaq isə mən ona hələ də inanmıram. Yəni Laçına, Şuşaya inanmışam, Xankəndində mən hələ də inanmıram ki, Azərbaycan bayrağı dalğalanır. Yəni mən elə gəlir yuxudayam. Bu cür gözləmirdim həyatı boyu. Yəni bunun ədəbiyyata da böyük təsiri var. Ancaq mənim qorxum odur ki, bu böyük qələbənin pafosu bizə çox pis təsir eləsin. Və mən onun əlamətlərini hiss eləyirəm. Bilirsən, qulağı şəng olmaq deyirlər. Adamın yanında bir tüfəng atırsan, müəyyən bir vaxt ərzində adam nəsə eşitmir. Olub da yanında bayramlarda zətdə güllə atırdılar. O qələbə də belədir. Yəni onun pafosu adamın qulağını şəng eləyir, həqiqətlərə bağlayır. İstər məmurun qulağını, istər xalqın qulağını. Mən bundan qorxuram, qələbə pafosundan qorxuram. Bu qələbədən indi bax... O bir inersiya yarada bilər, ətalət yarada. Həm də bu qələbə mənə elə gəlir ki, xalqımıza layiq oldu. Adı keçdi deyəni səsləndirirəm. Bu yenə də Hugo'da səfirlərdə bu mənfi obraz var orada, Tenerdi ailəsi deyəsən. O çox mənfidir özü də. Orada deyir ki, fransızlar qalib gəlib, şərəflər, Napoleon şərəfinə ziyafət verirlər. Amma Tenerdiyə o cəbhədədir, o gedir əskərlərin cibindən o saatı oğurlayır. Qızıl dişləri sökür. Fransa qalib gəlmişdi. Amma bütün Fransa şərəfini İngilis əskərinin, ölmüş İngilis əskərinin cibinə uzatdırılıb çıxarılan saatla Fransa şərəfini orada itirirdi. Amma bugün 44 günlük müharibədə niyə bu müharibə bu millətimiz üçün dedim şərəfli oldu? Biz heç bir əclaflıqlara imza atmadıq. Hansı ki, daha dəhşətini ermənilər bizə atmışdı və bunların heç birinin qarşılığını vermədi. Əslində, ağaca belə ziyan vermədən, yalnız savaşanla savaşmaqla çox... O məsələnin görünən tərəfi də, yəni Tenardiye'nin əllərini təkcə fiziki mənada əskərin cibinə girən əllər kimi təsəvvür eləmə. Yəni müharibəyə, o tikintiyə ayrılan pulları yerə məmurlardır da Tenardiye. O bir simvoldur orada. Simvoldur. Amma müharibə gedən vaxtı, bəli, bizim ordumuzun alicənablığı şəxsən bir Azərbaycanlı kimi mənə qürur yaşatdı. Yəni mən indi özümüzünkilərə o qədər belə deyək, inanmırdım, nə mənada ki, öldürən adam demir öldürürəm də, amma qarşı tərəf mütləq qışqıracaq idi. Yəni biz əgər uşaq öldürsəydik, yəni Xocalıya adekvat addım atsaydıq, Hadrutuyda mühasirəyə salardılar, hamını qırardılar və onlar yəni bizim xalqın ləyaqətinə sığışmazdı. Ona görə də elə qələbə bizə layiqdir, bəli. Qələbə bu cür orduya layiqdir və əvvəldən də axı bizim mövqeyimiz haqlı idi. Doğrudur. Sən yazıçılar bütün müharibələrə qarşıdır. Mən də bütün müharibələrə qarşıyam. Ancaq müharibələr iki yerə bölünür. Ədalətli və ədalətsiz müharibələr. Yəni biz BMT-nin bayaq insan haqları bəyannaməsindən danışdıq. Orada necədir yəni? Suverenlik haqqı, vətən haqqı var insanın. Və BMT-nin qəbul elədiyi sərhədlər var. İndi delimitasiya, demarkasiya onlar xırda şeylərdir. O bir dənə işçi masasında həll olunacaq məsələlərdir.
Delimitasiya, demarkasiya işləri heç və müharibəyə səbəb olmur. Yəni ondan heç kim narahat olmasın. Amma bizim küllü miqdarda ərazimiz, hətta o vaxt münaqişə zonasına dəxil olmayan ərazilərimiz işğal olunmuşdu. Və biz bütün dünya bilirdi ki, mövqeyimiz ədalətlidir və biz tərəfdən bu ədalətli müharibə idi. Bunu tarix belə müəyyən eləyib. Bax, bu təsnifatı mən aparmamışam. Yəni Avropanın özünün tarixçilərin apardığı təsnifatdır. Yəni Napoleonun Rusiyada apardığı müharibə ədalətsiz idi. Rus xalqı ədalətli savaşırdı. Ancaq Rusların gedib Polşaya girməyi, Almaniya dağıtmağı artıq ədaletsiz tərəfə çevirirdi onları. Dünyanın bu cür qaydaları var. Yəni Azərbaycan ədalətli müharibə aparıb və şükür ki, Tanrı da kömək oldu, biz o torpaqlara qayıtdıq. Sizcə bu ədəbiyyatda imtinası olmalıdırmı? Ədəbiyyatda bax bunun ona gələcəm, bu sualı unutma və ona da sevinirəm ki, bugün Ermənistanda bu məsələləri anlayan bir rəhbər var və onun komandası var. Doğrudur. Bu axırıncı parlamentdə çıxışında da çox sərt şəkildə dedi ki, sizi o revanşistlərə dedi, sizi təpikləyərəm. Təpikliyə. Təbii ki, söhbət mənəvi təpikləməkdən gedir. Debata çağırırdı ki, sizi təpikliyə başa salaram ki, Qarabağ bizə lazım deyildi. Siz bu xalqı işə saldınız. Və əslində mən o fikri davam elətdirib deyirəm ki, həm də Azərbaycan xalqını işə saldılar. Boş bir ideyadan ötürü, arsaq, sarsaq, nə bilim. 3-4 milyon erməni oradadır, heç orada bir güzəranları yoxdur, yaşaya bilmirlər. Baxmayaraq, çox şeydə bizdən bu gün də yaxşıdırlar. Amma onlar da bir həyat yaşamadı da. Sən nə edirsən, sən dənizdən dənizə, sən Azərbaycanı qoyub bir yana, sən Türkiyənin yanında dənizdən dənizə nə qura bilərsən? İnsanın bir məntiqi məzmunu olar da. Erməni xalqını sevən bir lider belə söhbət danışar. Bu, yəni 100% harasa işləyən, ya öz cibinə işləyən, ya hansısa imperialist, daha çox Kremlə işləyən qüvvələrdir də. Bugün indi Ermənistanda sevindirici odur ki, bu məsələləri anlayan bir rəhbərlik var. Bu fürsətdən Azərbaycan istifadə eləməlidir və mən çox arzulayıram tezliklə sülh olsun. İndiki şərait sənətdə də tarixiləşsin, yəni tarixin arxivinə getsin, bax indiki vəziyyət. O da böyük Ermənistan ideyası zaten onların yazarlarının bir qismi yazarlarının onlara uydurdular. Biz indi Qrat motivasiyandan danışırıq, onda elə şeylər yoxdur. Biz onun Camış hekayəsindən danışırıq. Məsələn, Cavaxyan var, onun Kirvə hekayəsi var, Azərbaycan orada müsbət obrazdır. Müharibə əleyhinədir ki, biz yanaşı yaşamalıyıq. Biz bir-biri qırmamalıyıq. Şərif, dönmək istəyirəm ədəbiyyata. Siz şeirlə gəlmişdiniz ədəbiyyata. Bəli. Sizlə bərabər çoxlu adamlar var ki, bugün şeirlə gəlmişdi və uğurluydu hər şey. Amma sonra şeirdən sanki hamı imtina elədi. Bu pafosdan əslində imtina idi, yoxsa yox, mən şeirdə də pafoslu yazmırdım. Yəni aşıq şeirləri yazırdım, epik şeirlər. Məndə biraz təbii oldu bu proses. Epik şeirlər yazdım, sonra gördüm ki, nəsr daha rahatdır mənim üçün. Həm də mənim yaşadıklarım daha çox prozaik məsələlər idi. Prozaya yaxın şeylər idi. Həyatın ağrıları, yəni insanların üzləşdiyi fəlakət. Yəni o lirikaya sığacaq şeylər deyildi. Həm də o boşluğu hiss elədim. Şeirdə bizdə boşluq yox idi o qədər də. Məsələn, Salam kimi ciddi imzaları idi, sonra Akşin gəldi, elə bizlə bir dövrün adamı idi. Zahir Əzəmət o vaxt gözəl şeirlər yazırdı. Nəsrdə bir boşluq var idi həm də. Beləcə amma ümumilikdə şeir lirikadır daha çox. İndi nə bilim vətəndaş poeziyası deyirlər. Dünyada belə bir uydurma yoxdur. Yalançı bir məsələdir. Siyasi lirika deyirlər. Dünyada bu anlayış var, mən qəbul eləmirəm. Yəni bir yerdə siyasi ictimai məsələ varsa, orada lirika necə ola bilər? Yəni forma olaraq qoşma kimi yaza bilərsən, amma o yəni lirika deyil, qəzəl deyil də, o nəsə başqa şeydir. Yəni məsələn Baba Pünhanın rəhmətliyin ictimai siyasi qəzəllər yazırdı. O formada Mirzə Rəhbər Sabiri, o artıq lirika deyil də. İndi o satiradır, nə bilim, nədirsə başqadır. Yəni şeir əsas lirikadır, duyğulardır. Və bu da 35-40 yaşlara doğru azalır insanlarda. Məntiqi təfəkkür, bir rasional yanaşma daha önə keçir. Bu insanın fizionomiyası ilə bağlı məsələdir. Hər hansı müəlliflə, imza ilə bağlı deyil. Yəni insan gənc ikən daha çox göylərdə olur, daha çox Paul Auster'in bir yüksəklik qorxusu romanı var. Orada bir uşaq həmişə istədiyi qədər qalxıb havada qala bilirmiş yəni. Və sonra onda cinsi yetişkənlik başlayanda bunda baş ağrılar olur və qalxa bilmir. Yəni yerdən aralana bilmir, o yerə yapışır yəni. Belə deyək də, o yetkinlik dövrü keçəndə insan yerə daha çox yaxınlaşır, prozaikləşir, o cür daha çox düşünür. Yəni ona görə 40 yaşdan sonra əsl yazıçılıq başlayır, əsl şairlik isə bitir. Mən bunu özümə görə demirəm, özümü belə də çox da ciddi şair hesab eləməmişəm. Hesab eləsəm bəlkə qalardım. Amma 40-dan başqa istedadlı adamlarda da bu cürdür. Yəni 40-a qədərdir.
40-dan sonra mən əsl gözəl şeir görməmişəm. Yəni Əli Kərimin də elə ömrü elə oldu ki, şair ömrü yaşadı da, Müşfiq lap erkən getdi. Hətta dünyada bu lap çox olub. 19 yaşında Artur Rimbaud şeirdən imtina elədi. Dünyada şeirin istiqamətini dəyişib imtina elədi. Düzdür, hərgah mən onların yaşına bəzən şübhə ilə yanaşıram. Hətta bizim Cəfər Cabbarlının, Lermontovun falan. Adam inanmır 27 yaş. Hətta bəzən Müşfiqin yaşına adam inanmır. Yəni Azərbaycan mühiti üçün 29 yaşda. Amma belə baxanda da elə o yaşda olur o şeirlər. Yəni sən 40-dan sonra 50 yaşda yenə o bağ olaydı şeirini yaza bilməzsən. Sən artıq orada ayrı şeylər görəcəksən. Sən Bakı bağlarına getsən, nə bilim o zaborları görəcəksən, məmurların nəyinsə, prozaik məsələlər görəcəksən. Və bu bununla bağlı idi mənim nəsrə gəlməyim. Çox təbii oldu yəni. O qədər mən sənin də tərəsdiyini bilirəm. O qədər xoşdur ki, belə bunu davam elətdirə də bilərik saatlarla. Amma proqramımızın da axırına doğru gəlirik və mən istəyirəm bir məsələyə də münasibətinizi bildirəcəm. Keçən həftə Dövlət İmtahan Mərkəzinin sədri Mələkə xanım Abbaszadə belə bir fikir irəli sürmüşdü. Yazarlar sertifikasiyadan keçsin, yəni test imtahanından keçsinlər. Buna münasibətinizi bilmək istəyirəm. Mən Mələkə xanımı testi saxladığı üçün xüsusi bir simpatiyam var o xanıma. Həm də ümumiyyətlə onun kitaba münasibəti bizim sərgilərdə də həmişə olur, gəlir. Heç yaxınlaşıb görüşmürəm də, uzaqdan sadəcə zövqlə seyr edirəm onun kitaba ümumiyyətlə baxmağı, əlinə götürməyi, testi saxlamağı. Yəni buna görə mən onu çox dəyərli bir insan hesab edirəm. Ancaq bu fikri məndə bayaq o dron vızıltıları söhbətini yadıma saldı. O müəllimlərdən onu eləmək olar. Yəni yazıçılığın heç bir rəsmiyyət tərəfi yoxdur. Yəni ola bilər yazıçı Azərbaycan dilindən 2 alsın, amma gözəl şeylər yazsın. Yəni bu ancaq mən bunu mətbuatda da dedim. Eynən Qarabağ məsələsi kimi ki, hesabat verdilər. Elə indi də Yazıçılar Birliyi hesabat verirdi ki, biz gələrik, nə eləyərik. Madam dövlət büdcəsindən mən sənə vəsait ayırıram. Belə deyək, səni saxlayıram. Sən də gəl zəhmət çək. Dövlətin yüksək çinli məmurudur da, deyirsiz zəhmət çək, ged imtahan ver də. Yəni rəsmi yazıçı şeyi deyil bu Yazıçılar Birliyi. Ora üzvsən, təqaüd alırsan, ev alırsan, büdcədən maliyyələşir mətbuat falan. Sizin aparatınız və zəhmət çək gedir. Yəni nəyə etiraz eləyə bilər onlar? Ancaq o müstəqil yazıçı onu deyə bilməz. Müstəqil yazıçılıqda elə rəsmiyyət yoxdur. Yəni sən tutaq ki, Tanpınar əgər yaşadığı dövrün orta okulda keçən dilindən imtahan versəydi, keçə bilməyəcəkdi. Əkrəm Əylisli bugün Azərbaycan dilinin ən yaxşı yazan yazıçılardan biridir. Bir inşa deyək ona, verək bir müəllim yoxlasın. Ola bilər ki, orada heç 3 ala bilməsin. Yəni bunlar çox şərti şeylərdir. Orta məktəb inşa çox məhdud bir yerdir. Düzdür, onu bilməlisən. Onu bilməlisən ki, üzərində gəlib nəsə eləyəsən. Türklərin gözəl bir sözü var, yapamamağın tarzı olmur. Yəni sən Azərbaycan dilinin qaydalarını bilməlisən ki, onun üstündə yenilik eləyəsən. Eyni zamanda Mayakovski rus dilindən Mayakovski imtahan verə bilməzdi. Platonov rus dilindən imtahan verə bilməzdi. Bizim Həmid Elisçi heç vaxt Azərbaycan dilindən normal inşa qiyməti ala bilməz. Halbuki mən məsələn ondan öyrənirəm oxuyanda. Elə yazıçılar ala bilər məsələn. Saday Budaqlı, Səfər Alışarlı, yəni bu tip yazıçılar var ki, Azərbaycan dilinin o ən incə qaydalarını da riayət edir. Ancaq bu şərt deyil. Bəzən pozmaq şərtdir. Bəzən ona bəlli çərçivələrdən keçmək şərtdir. Amma ümumilikdə yazıçılığa, ədəbiyyata haqlı olsan belə, bu cür kanselyarski münasibət, dəftərxana məmur münasibəti yol verilməzdi. Bu ancaq bizim kimi gülməli cəmiyyətlərdə olur ki, yazıçıya məsələn ev bağışlayır hakimiyyət. Dünyada buna hakimiyyətin verdiyi rüşvət kimi baxırlar. Jurnalistə ev verir tutaq ki, dövlət. Dünyada buna rüşvət kimi baxırlar. Yəni evi dövlət verir ki, məni müdafiə elə. Buna görə adamlar utanır. Yəni Türkiyənin məsələn bir mühitində, hətta Türkiyədə də indiki hakimiyyət xeyli aşağı saldı bu demokratik məsələlərdə. İstənilən normal bir mühitdə sən bir jurnalist kimi denən ki, mənə dövlət ev verir, sənə yaxşı baxmayacaqlar. Həqiqətən yaxşı baxmayacaqlar. Sən neyinəmirsən ki, dövlət sənə ev verib? Orada dövlət sənətçiləri var, sən məsələn bir kəşf edib dövlətə xeyir verə bilərsən. Bir qələm adamı dövlətlə həmişə fikir ayrılığında olmalıdır, xüsusən hakimiyyətlə. Əgər fikir ayrılığın yoxdursa... Aslında dövlət də elə adamlardan qidalanmalıdır.
Əlbəttə. Yəni cəmiyyətə, yəni bunu siyasətdən kənar. Sən görürsən Viktor Hugo Fransanın haqqında nələr deyib. Bizdə indi Əkrəmi hələ bağışlamırlar. Mapassanın fransızlar haqqında yazdıqları. Yəni bu yazıçı birisi necədir? Elə bil bir atanın erköyün övladıdır. Onu sən biraz qabağa buraxmalısan. Amma heç kim də Fransanı Hugo qədər də sevə bilməz. Yəni mümkün deyil. O qəzəb də, bəzən söymək də sevgidən yaranır. O adamlar, yenə deyirəm, bayaq söhbətə gəldi. O adamlar vətəni tərənnüm və məth eləyir ki, onların başqa məqsədi var. Xalqın başının altına yassı qoyub öz işini görür. Yəni suda balığını tutur. Tolstoyun sözüdür də, bütün fırıldaqçıların sığındığı yerdir vətənpərvərlik. Ən gözəl mövzudur. Yəni bizdə də şəhid mövzuları, Şuşa, ged orada, ye iç, çıx kameranın qabağına, füsunkar təbiət döşə getsin. Şərif bəy, bu imtahanla bağlı dediyiniz fikirlər mən sizlə tam razıyam. Əslində mən də belə bir düşünürəm. İndi biz də redaksiya ilə məşğul olmuşuq. Baxanda görürsən ki, çox yaxşı mətn gəlib. Məsələn, vergülünü düzgün qoymaya bilir, nə bilim, nidasını düzgün qoymaya bilir. Bunları düzəltmək olur. Əlbəttə. Amma mətnin özü başqadır. Yəni bizim yazarların bir məsələsi də dilə xidmət edib dilini canlı saxlamaqdır. Dili inkişaf etdirməkdir. Ədəbiyyat inkişaf eləyəndə hər yönlü yazıçı olur. Məsələn, mənə deyirlər ki, sənin dilinlə biz tədris eləyirik. Dəfələrlə müəllimlər deyib ki, Azərbaycan dilini sənin mətnlərindən uşaqlara öyrədirik. Bu o deməkdir ki, hamı belə olmalıdır. Yox. Eləsi olmalıdır, dilin o çərçivələrini dağıtsın, yeni imkanları dalınca getsin, cümləni kimsə yanlış qəbul eləsin. Olsun yəni, ədəbiyyat məhz onun azad olduğu zonadır da. Dil canlı orqanizmdir. Elədir. O, məsələn, Səməd Vurğuna yeni sözlər qadağan olunsaydı, nətər olardı o? Məsələn, sayrışan sözünü gətirdi ədəbiyyata falan ki, bizdə yoxdur işlətmə. Musiqidə daha gözəldir o. Tutaq ki, məsələn, Ədalət Nəsibov o klassik çalğının üzərinə nə qədər güllər, xallar əlavə eləyib. Təsəvvür eləsən ona mühafizəkar yanaşdı, yox, bu düz deyil. Kimə görə düz deyil yəni? İndi muğamda alim yenilik eləyir, deyirlər Üzeyir bəyin notunda bunlar yoxdur. Bəlkə mən Üzeyir bəydən böyük olacam, bir imkan verdi, hə? Yəni bir şans verdi. Razıyam. Bu ədəb dillə bağlı, bu elə hesab edirəm çox ayrıca bir mövzudur və bunu müzakirə də edə bilərik. Bu bəlkə də sizdə də olubdur. Mən xatırlayıram ki, vaxt biz Bakıya ilk dəfə gəlib gedəndə, məsələn, 1-2 il qalandan sonra kəndə gedəndə danışanda adamların təpkisi belə olurdu. Deyəsən dilini dəyişibsən. Yəni elə bil ki biz bu ədəbi dilimizdə elə bil ki bir çərçivə yaradılıbdır. Sanki belə danışır. Amma mən 30 il Bakıda olub dəyişməyəsən. Mən indi Gürcüstan Borçalı bölgəsindəyəm. Mən gedəndə görürəm ki, adamlar kənd adamları danışanda görürəm daha zəngin danışırlar. Hə, yox, sən oradan bunu birləşdirməlidir yazıcı. Hə. Ədəbiyyat nə o dildir, nə bu. Bax, bunların qovuşağından yaradılmalı. Mən də sənin tam razıyam ki, ədəbiyyatın da əslində xidməti. Oradan qidalanır. Onlar xırda bulaqlardır, amma təmiz bulaqlardır. Doğrudur. Okean ona görə yaranır. O bulaqlardan, yağışdan, yəni xüsusən nəsr bunun hamısını yığmaqdır. Oradan qidalana, eyni zamanda özün yaratmalısan. Mən Arzulardan sonraki şəhər romanında mənim bir qəhrəmanım var. Biədəb atalar sözlərindən istifadə eləyir. Yəni söyüşdən atalar sözlərindən. Bu argo deyimlərdir də. İndi bizdə Rasim Qaraca onu kitab kimi çıxardım, ancaq mənim situasiyama hamısı uyğun gəlmir də. Mən görürdüm uyğun gəlmir, özümdən düzəldirdim. Onu tənqidçilər də heç tutmadılar ki, onların çoxunu mən özümdən düzəltmişəm. Yəni dil belə yaranır da. Sən o atalar sözünü ilk dəfə deyən bir adam olub da, bir sözü səhv deyib, o birisi deyib, belə olanda yaxşı olur, belə yaranıb da o bayatılar, o gözəllikdə o xəzinə. Yazıçı bunların hamısına vaqif olmalıdır və eyni zamanda yenilikçi düşüncə olmalıdır. Yəni, məsələn, elə yazıçılarımız var ki, o bölgədən çıxır, başlayır həmin ləhcədə yazmağa. Bu da qəbul olunan deyil. Sən ondan qidalanıb qabağa baxmalısan. Oradan yüküvü tutub irəli getməlisən. Ora qayıtmamalısan. Onsuz da oradan gəlmisən də. Ora nəyə qayıdırsan? Bir saz götürüb çalardın da. Sən ədəbiyyata gəlmisənsə, nəsrlə məşğulsansa, qabağa doğru getməlisən, amma oradan qidalanmaq şərti ilə. Bəzən onlara üstdən aşağı baxırlar, kənd falan belə. Bu da yol verilməzdi. Bəzən oradan yapışırlar ki, o ləhcəvi dəyişmə. Bu da yol verilməzdi. Şərbəy, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Elə proqramımızın axırına gəldik. Mən minnətdaram gəldik bugün. Elə bil ki, çox sağ olun. Bundan nə kimsə darılmayacaq. Elə bil ki, biz burada ədəbiyyat söhbətləri eləyirik və bizim əsas məqsədimiz də odur ki, ədəbiyyat kimi olduğu yerində qalmalıdır. Mən də o nə... Ədəbiyyatın ən gözəl sərvəti, ən gözəl neməti azadlıqdır. Ədəbiyyat qədər azadlığa layiq olan bir komponent bəlkə də təsəvvür eləməsən. Yəni, bir xalq kölə vəziyyətində ola bilər, amma Şəhriyar mütləq azad olmalıydı, Heydər baban yazsın.
O olmasa heç nə mümkün deyil yəni. Mən sizinlə tam razıyam. Bu azadlığı da həm cəmiyyət, həm siyasət, həm bütün hamısı buna o azadlığı o yazıçıya da tanımalıdır ki, o yazıçı həm onun millətinin dilini, millətinin şuurunu, təfəkkürünü gələcəyə bayaq dediyimiz kimi daşıyır. Çox sağ olun, minnətdaram. Sağ olun, mən minnətdaram, sağ olun. Əziz izləyicilər, bununla da bir proqramımızın daha sonuna gəldik. Xatırladım ki, qonağım yazıcı Şərif Ağayar idi. Sağ olun, salamat qalın.